Niye sizin vizual zövqünüz inkişaf etmir? Çünki vizual zövq sadəcə Pinterestə baxmaq, obrazları yadda saxlamaq, moda nümayişlərinə və filmlərə baxmaq deyil. Əgər bütün bunları pasiv şəkildə edirsinizsə, beyin sadəcə şəkilləri qəbul edir. O obrazın niyə uğurlu göründüyünü anlamağı öyrənmir. Siluetə, rəngə, proporsiyalara, faktorlara və ya konkret detallara görə. Sadəcə hər şeyi düşünmədən izləməyə çalışmayın. Gözünüzü çəkən hər obrazı analiz edin. Ardıcıl 100 obraz saxlamaq əvəzinə 5 obraz araşdırın. Məhz nə xoşunuza gəlir? Hansı detallar təkrarlanır? Geyim bədəndə necə oturur? Niyə bu kombin təzə və maraqlı görünür? Vizual zövq o zaman inkişaf etməyə başlayır ki, siz sadəcə gözəldir demirsiniz, gözəlliyin nədən yarandığını özünüzə izah edə bilirsiniz. Və daha bir vacib məqam. Bu bacarıq praktikadan ayrı inkişaf etmir. Bir obrazı yadda saxladınızsa, onu öz qarderobunuzdakı geyimlərlə yaratmağa çalışın. Məhz o zaman şəkillər sadəcə gözəl kombinlər qovluğu deyil, real bacarığa çevrilir.